Çox qəribə bir şey olub. Bu maşını ən çox kim bəyənsə yaxşıdır. Yəni çox əslində mənim gözləmədiyim bir şey oldu. Xanımlarımız istər həyat yoldaşı ilə, istər qardaşı ilə ya da istər özü də şəxsən yaxınlaşıb avtomobili test eləyirlər və bu istək mənim üçün açığı sürpriz oldu. Səbəb nə imiş sən demə. Xanımlarımız istəyir ki, onlar çox möhkəm maşında gəzsinlər. Onlar çox hündür maşında gəzsinlər. Ehtiyat hissəsi ucuz olsun, servisi rahat olsun. Yəni xanımlarımızın istəyi bu imiş hər zaman. Və bu istəkdən sonra mən düşündüm ki, bəlkə mən xanımlar üçün özəl bir təklif edeyim. Yəni necə? Xanımların istədiyi şeylər nədir? Məsəl üçün bəlkə də onlar xüsusi bir xidmət istəyir. Bəlkə də onlar servisdən əziyyət çəkir. Bəlkə də onlar ehtiyat hissəsindən əziyyət çəkir. Və yaxud da mənim heç bilmədiyim xanımlarımızın narahat olduğu məqamlar var. Bax o məqamları maksimum səviyyədə eşidib, dinləyib, ondan sonra onlar üçün özəl bir xidmət paketi vermək istəyirəm və onu da təbii ki, başında yenə də narahat olmasınlar deyə bir xanım qoyacağam ki, inşallah o onlarla əlaqədə olsun və onlara hər zaman xüsusi xidmət göstərsin. Yəni bir növ bilirəm ki, bütün xanımlarımızın narahat olduğu bir şey odur ki, adicə maşının yağ dəyişməyi. Maşının yağ dəyişməyi olanda onlar servisə getmək istəmirlər. Ya vaxtlar olmur, ya da ümumiyyətlə istəmirlər ki, gedib servisdə gözləsinlər, əziyyət çəkməsinlər. Bu kimi kiçik də olsa, xidmətlərdə onlar üçün ekstra güzəşt eləyəcəyik. Bəlkə də onlar üçün maşını gedib götürəcəyik və özümüz gətirib yağını dəyişib təzədən qaytarıb qoyacağıq yerə. Baxacağıq inşallah. Amma yenə də buna baxmayaraq xanımlarımıza səslənirəm. Əgər ki, maşınla bağlı hər hansı bir istəyiniz, arzunuz və yaxud da ki, bizim tərəfdən xidmət etməyimizi istəyirsinizsə, onu mənə inşallah yaza bilərsiniz və mən onu gələcəkdə xanımlar üçün özəl paketdə qoyacağam və siz də bundan rahatlıqla istifadə edə bilərsiniz. Bizim üçün bir qürur mənbəyi olar ki, xanımlarımız bizə güvənir və bizdən hər hansı bir xidmət istəyir. Bu qədər.